cəmi oturmuşdular əshab-ı peyğəmbərdən ki, o cəmidə böyük səhabələrdən var idi. Əbu Zər oradaydı, Miqdad oradaydı. Səlman oradaydı ki, onun haqqında peyğəmbər buyurur: "Əs-Səlmanu minna əhləl bəyt." Belə bir şaxis səhabələrdən oturub peyğəmbərin xidmətində Həzrət Axirüzzamandan danışır, bu əsrdən danışır onlara. Peyğəmbər buyurdu ki, Axirüzzamanda bir ümməti gələcək mənim ümmətimdən ki, fasiləsi peyğəmbərdən və imamlarından çoxdur. Nə peyğəmbəri görüblər, nə imamların görüblər. Amma dinlərində beqədri möhkəmdilər. Beqədri möhkəmdilər ki, siz işarə eləyir o əshaba ki, adlarını apardım. Fəzilətdə onlara çatmazsınız. Təəccüb elədi. Səlman o əzəməti ilə Əbu Zər Miqdad sual elədilər: "Ya Rəsuləllah, məgər onlar kimdilər ki, biz peyğəmbəri dərk eləmişik, səhabi xası peyğəmbərik, peyğəmbərin xidmətində bu İslamın binasına zəhmət çəkmişik, onlar kimdilər ki, biz əzəmətdə onlara yetişmərik?" Həzrət buyurdu: "Onlar bir əsrdə yaşayırlar ki, İmam-ı Zamanları pərdə-i qeybətdədir. Amma bu İmam-ı Zamanın qeybəti bais olmur ki, onlar öz etiqadlarından çönələr, üz söyrələr məsail-i diniyə. Ona görə onların fəziləti, onların ərzişi sizdən çox-çox yuxarıdır." Böyük sözdür, ha sən bunu xırdalaya biləsən. Böyük sözdür, əzəmətli sözdür. Tək-bir-təkimizə. Tək-bir-təkimizə ki, bu vəziyyəti camiədə, bu fəsadın içində ki, demək lazımdır, hamımız görürük ki, bir iddə mərdum nə cür yaşayır, nə cür zindəcanlıq eləyir, nələr yiyir, içir, nə fikirlərdədir. Belə bir zamanda sən özünü ki, salim saxlamısan, ha? İmam-ı Zamanın rikabında saxlamısan, ha? Sənin ərziş və məqamı peyğəmbər buyurur ki, Səlmandan mənə yuxarıdır. Bir dənə iş istəyirəm sizdən, hamımız buna mültəzim olaq. Yəqin bilin ki, İmam-ı Zaman ilə bu işlə təvəccühü bizə cəlb olacaqdır. Hər hara gedirsiniz, hər hara gedirik, hər fəzada qərar tapırıq, hər cəvvidə qərar tapırıq. Bir dəqiqə, çox yox, bir dəqiqədə çox olsa 30 saniyə fəzai məclisi dəş, hamının təvəccühünü cəlb edir İmam-ı Zaman. 30 saniyə, el orada əhdi bağla. Oturmuşsan bir cəmdə, görsən hamı dəri-vəri deyir, dağdan bağdan danışır. Elə o ləhzə bir ləhzə öz aranda İmam-ı Zamanla bir əhd-i peyman elə. Deyirən, ağa görsən hamı dağdan bağdan danışır. 30 saniyə bunların təvəccühünü sənə cəlb edirəm. Bir dənə rivayətdir. Bir sözdür, hər nə mənə, nə cür başarırsan. O cəmin vəl o ərz elədim bir 30 saniyə. Təvəccühü İmam-ı Zamana cəlb olsun. Bu sənin əlində böyüklərin imtiyaz və bərkə. Ta İmam-ı Zaman sənə baxa və inayət eləyə inşallah.